Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. En birinci salamlayıram qardaşlarımı. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Sonra isə elhamdülillah alimlərin Rəbbinə həmd sənalar edirik ki, bizi en birincisi Ramazan ayına yetiştirdi. Ve sonra ise yine Allah Subhanahu ve Teala həmd sənalar edirik ki, Allah Subhanahu ve Teala bizi bu aydan qafil bir şəkildə eləmədi. Allah Subhanahu Teala bu aydan faydalanmağı bizə müvəffəq elədi. Və bu həqiqətən də nemətdir. Allah Subhanahu Teala'nın nemətidir. Baxsan insanların çoxu bu nemətdən qafildir. Və buna görə də Allah Subhanahu Teala'ya həmd edirik ki, Ramazan ayı boyunca ona gücümüz çatan qədər ibadətlər etdik, xeyir əməllər etdik. Və elhamdülillah artıq Ramazan ayı bitdi. Biz bugün bayram qeyd edirik. Və bütün bunlar hamısı Allah Subhanahu ve Teala'nın bizə olan nemətidir. Ya bu bizim öz gücümüzdən, özümüzdən olan bir şey deyil. Allah Subhanahu Teala'nın bizə əta etdiyidir, lütfdür. Və qardaşlar, Allah Subhanahu ve Teala'nın bizi yaratmasında bir qayə var. Və o da, necə ki bilirik, təbii ki, bildiyimiz məsələlərdir. İnşallah sadəcə Allah Subhanahu ve Teala Quran-ı Kerimdə buyurur ki, فَذَّكِّرْ فَإِنَّ الذِّكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ Hatırlat, həqiqətən xatırlatmaq möminlərə fayda verir. Və Allah Subhanahu Teala'nın bizi yaratmasında qayə var. O da Allah Subhanahu Teala özü bəyanlayır. Buyurur ki: "Və ma xalaqtul cinne vel insa illa liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratmışam. Və insanın yaranmasındakı qayə budur. Allah Subhanahu Teala'ya ibadət etmək. Sadəcə sual odur ki, bu ibadətlər hansı vaxta kimi olacaq Allah Subhanahu Teala? Və onun da cavabını Allah Subhanahu Teala özü Quran-ı Kerimdə bizə açıqlayır. Allah Subhanahu Teala buyurur ki: "Va'bud rabbek." Rəbbivə ibadət et. Sonra isə nə zamanacan ibadət edəcəyimizi bizə açıqlayır Allah Subhanahu Teala və buyurur ki: "Hatta ya'tiyakal yaqin." Sənə ölüm gələnəcən. Sənə ölüm gələnəcən Rəbbivə ibadət et. Və qardaşlar, artıq Ramazan ayı bitdi. Və bu o demək deyil ki, Ramazan ayı bitməyi ilə ibadətlər də bitdi. Çünki biz Ramazan ayına və yaxud da vaxtlardan hər hansısa bir vaxta ibadət eləmirik. Biz aləmlərin Rəbbinə ibadət edirik. Və aləmlərin Rəbbi Allah Azza və Cəllə də bizə bu ibadətin nə qədər olacağını açıqlayıb. وَعْبُدْ رَبَّكْ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ Rəbbivə ibadət et, ölüm sənə gələnəcən. Son nəfəsini verənəcən. Rəbbivə ibadət et. Yəni ibadətlər sadəcə Ramazanla bitmir. Və bu barədə Ramazandan sonra müminin halı necə olmalıdır? Mümin həyatını necə yaşamalıdır? Bu barədə Şeyx Salih Əl-Fovzan, Həfizəhullah, Allah onu qorusun, gözəl bir xütbəsi var. Müminin Ramazandan sonraki halından danışır bu xütbəsində. İstəyirəm ki, o xütbədən qısa bəzi faydalara toxunaq. Şeyx Fovzan, Allah onu qorusun, buyurur ki, mümin olan bir kimsənin üzərinə vacibdir ki, həyatı boyunca Rəbbinə ibadət etməli olduğunu daim xatırlasın və unutmasın. Bayaq oxuduğumuz ayəyə əsasən. Və sonra Şeyx Fovzan, Hafizullah, gözəl kəlmələr işlədir burada. Qızıl kəlmələrdir, hansı ki, o kəlmələr hər bir möminə eşitdiyi zaman fayda verən kəlmələrdir. Və şeyx deyir ki, diqqət edin, deyir ki, فَالَّذِي يَظُنُّ أَنَّ عِبَادَةَ اللّٰهِ فِي شَهْرِ Ramadan xassa O kəslər ki, elə zəndədirlər ki, biz bunu eşidirik. Elə zəndədirlər ki, ibadətlər xasdır Ramazana və yaxud da asilikləri, Allah Subhanahu Teala qarşı gəlməkləri, günahları tərk eləmək sadəcə Ramazana aiddir. Ramazanda dayandırır içki içməyi, Ramazanda dayandırır asilikləri, qeybəti, nəmmamlığı, hamısını dayandırır və fürsət gözləyir ki, Ramazan bitsin, qayıtsın günahlarına. Və biz eşidirik, oruç tutur, orucunun açılma vaxtını gözləyir ki, asilikləri edə bilsin, sigaretini çəkə bilsin. Və bunlar hamısı bəladır. Və bu, Rəbbi haqqında gözəl zəndən kənarda qalan bir haldır. Möminə yaraşmayan bir haldır. Və şeyx deyir ki, o kəslər ki, belə zənn eləyirlər, sən onların halına diqqət etsən, Ramazandan sonraki onların halına diqqət etsən, görərsən ki, onlar Ramazan bitdikdən dərhal sonra nə edirlər? Hətta bayram günlərini belə oyun, əyləncə
boş-boş işlərlə, tənbəlliklə, asiliklərə qayıtmaqla, Rəblərinə asi olmaqla keçirməyə başlayırlar. Sanki fürsət idi, Ramazan bitdi və artıq ibadətlər bitdi. Onların halı bu cür olur. Çünki onlar elə zənn edirlər ki, ibadət yalnız Ramazana xasdır. Və sonra şeyx diqqət edin, deyir ki, hətta o hala çatırlar ki, artıq fərz olan ibadətlərini belə zay eləməyə başlayırlar. Ramazan bitməyi ilə. Zay eləməyə başlayırlar. Sonra deyir ki, şeyx, və fil həqiqəti, ənə həzə şəxs, fil həqiqəti lə ya'budullah. Həqiqətdə bu adamın halı odur ki, bu adam Allah subhanahu wa ta'ala ibadət edən biri deyil. Deyir ki, o Ramazan ayına ibadət edən biridir. Və yaxud da vaxtlardan hansısa bir vaxtı xaslaşdırıb vaxta ibadət edən biridir. Çünki əgər aləmlərin Rəbbinə ibadət etmiş olsaydı, Allaha ibadət Ramazanla kifayətlənmir. Allah subhanahu ta'ala buyurur ki, وَعْبُدْ رَبَّكَ Rəbbivə ibadət et. Sonra özü təyin edir nə zamana kimi ibadət edəcək. Ramazanda yoxsa necə? Hətta yətiyəkəl yəqin. Yəqin yəni ölüm. Sənə ölüm gələnəcə ibadət et. Ona görə o kəslər ki, yalnız Ramazanda asilikləri tərk edirlər, ibadətləri eləyirlər. Ramazan bitən kimi hər şey bitir onlarda. Şeyx deyir ki, onlar Ramazan ayına ibadət edən kəslərdə Allah subhanahu və teala'ya yox. Və sonra şeyx ikinci qrup bir insan gətirir. Deyir ki, insanlardan eləsi də var ki, onların həyatı elə bir şəkildə nizama salınıb ki, elə bir gözəllikdədir ki, onların həyatında heç bir boş vaxt yoxdur. Onların həyatı, aldıqları hər bir nəfəs aləmlərin Rəbbinə ibadət üzərindədir. İnsanlardan bu cür olanları da var. Və sonra şeyx sələfdən, salih sələflərdən bəzi qövüllər, bəzi faydalar gətirir. Onlara diqqətlə qulaq asaq. Baxaq, salih sələflərimizin Ramazandan sonraki və yaxud da Ramazandakı və ya ondan qabaqki halları necə idi? Və şeyx deyir ki, bəzi sələflər belə deyərdilər. Ədraktu əqvamən, bəzi qövümlərlə rastlaşdım. Bəzi qövümlər gördüm, yəni bəzi cəmaatlar gördüm. Lə yəziduhum duxulu Ramadan şeyən minhum. Ramazan onlarda heç bir şey artırmazdı. Fikir verin. Və lə yanqusuhum xurucuhu şeyən. Ramazanın çıxmağı da onlardan heç bir şey əksitməzdi. Nəyə görə? Yuxarıda dediyi kimi. Çünki onların həyatı, aldıqları hər bir nəfəs elə ibadətlərlə doludur ki, həyatlarında boş bir vaxt yoxdur ki, ibadətdən kənarda qalan, hətta Ramazanda o boşluqları doldursunlar. Onların halı bu idi. Sələflər deyərdilər ki, biz belə cəmaatlar, belə qövümlər gördük. Lakin mə'ə həzə yəxafunəllah. Buna baxmayaraq, onların həyatı bütünlükdə ibadət olmağına baxmayaraq, onlar Allah subhanahu wa ta'ala'dan qorxardılar və qorxardılar ki, əməlləri onlara rədd oluna. Əməlləri onlardan, Ramazanda etdikləri əməllər onlardan qəbul olunmaya. Buna görə qorxu içində olardılar. Çünki Allah subhanahu wa ta'ala buyurur ki, qardaşlarım, Allah subhanahu wa ta'ala əməllərin qəbulu haqqında buyurur ki, İnnəmə yətəqəbbəlullahu minəl muttəqin. Həqiqətən də Allah yalnız müttəqilərdən qəbul edir. Allah yalnız ondan qorxanlardan salih əməlləri qəbul edir. Təqvalı olan kəslərdən qəbul edir. Təqva nədir? Allahın əmrlərinin hamısını yerinə yetirmək və Allah subhanahu qadağan etdiyi şeylərdən də çəkinmək. Fikir verin, deyir ki, ona görə də sələflərin həyatına biz baxsaq, onlar, şeyx buyurur ki, وَلِهَذَا كَانَ السَّلَفُ الصَّالِحِ يَدْعُونَ اللّٰهَ سِتَّةَ أَشْهُرْ أَنْ يُبَلِّغَهُمْ شَهْرَ Ramazan. 6 ay Allah subhanahu ve teala'ya dua eləyərdilər ki, ey Rəbbimiz bizi Ramazana yetişdir. Və sonra Ramazandan sonra da 6 ay dua eləyərdilər ki, ey Rəbbimiz Ramazanda etdiyimiz o ibadətləri bizdən qəbul elə. Təkcə Ramazanın sonunda, bir gün sonra, bayram günü yox. 6 ay dua eləyərdilər ki, ey Rəbbimiz Ramazanda etdiyimiz ibadətləri bizdən qəbul elə. Ona görə də insan rahatlaşmamalıdır. Mən Quran qiraəti elədim Ramazanda, mən Quranı xətm etdim.
Bütün gün zikr etdim, gündüzü oruc, gecəni qiyamla, namazlarla keçirdim. Elm məclislərində iştirak etdim. Bu rahatçılıq insana gəlməməlidir. Əməlin olunmasından daha mühimi əməlin qəbulu üçündür. Qəbul olunacaq yoxsa yox. Bunun narahatçılığıdır. Sələflər narahat olardılar. Və sonra şeyx deyir ki, diqqət edin, deyir ki, "Vəl həyatu qasira." İnsanın həyatı qısadır. Vəl hisabu asir. Və hesab vermək çətindir. Hesab çətin olacaq qiyamət günü. Çünki sən hər bir şeydən agah olan, sənin hər bir halını, gizlinivi və aşkarını, qəlbindən keçirdiklərini belə bilən aləmlərin Rəbbinə verəcəksin o hesabı. Bəşərdən hansısa birinə yox. Hər şeydən xəbərdar olan Allah Subhanahu taala hesab soracaq. Ona görə şeyx deyir ki, "Əl-həyatu qasira." Həyat qısadır, "Vəl-hisabu asir." Hesabat çətindir, "Vəl-cəzau xatir." Cəza isə şiddətlidir. Cəza şiddətlidir qiyamət günü. Allah Subhanahu taala o kəslərə ki, əzab verəcək, əzabı Allah Subhanahu taala şiddətlidir. Allah'a sığınırıq Allahın əzabından. Allah Subhanahu taala buyurur ki, "Lə-in şəkartum lə-əzidənnakum." Fikir verin ayəyə. Əgər Allah Subhanahu taala şükr etsəz, lə-əzidənnakum. Mən sizə mütləq nemətlərimi artıracağam. Və lə-in kəfartum, əgər nemətlərimə küfr etsəz və ya onlara şükr etməsəz, İnnə əzəbi ilə şədid. Fikir verin, həqiqətən də mənim əzabım şiddətlidir. Ona görə şeyx deyir ki, "Vəl cəzau xatir." Qiyamət günü veriləcək cəzalar əzəmətlidir, təhlükəlidir, çətindir. Allah Subhanahu buyurur ki, "İnnə əzəbi ilə şədid." İki kəlməli bir cümlədə Allah Subhanahu taala iki dənə gücləndirmə ədatı işlədib. İnnə, həqiqətən də. Allah Subhanahu yəni bildirir ki, bunda şək şübhə yoxdur. Mənim əzabımın şiddətində. İnnə, təkid edir, vurğuluyur, gücləndirir cümlənin mənasını. Sonra buyurur ki, İnnə əzəbi ləşədid. Şədid kəlməsindən ləm ədatını Allah Subhanahu taala qoyub burada. Və ləm ədatı da burada təkiddir, gücləndirmədir. İki kəlməli cümlədə iki dənə gücləndirmə ədatı var. Bu da Allah Subhanahu taala əzabının şiddətliliyində qətilikdir. Və bunda heç bir şək şübhə yoxdur. Allah Subhanahu taala'nın əzabından, qəzəbindən Allah Subhanahu taala'ya sığınırıq. Və ona görə şeyx deyir ki, hər bir kəsə Allah Subhanahu taala'dan qorxmaq vacibdir. Əməllərinin ona rədd olunmasından qorxmaq, narahat olmaq vacibdir. Və hər bir kəsə də vacibdir ki, qorxu ilə yanaşı Allah Subhanahu taala'ya da ümid olsun. Ümid olsun. Sonra buyurur ki, Allahdan qorxur və asilikləri, günahları tərk edir. Allah Subhanahu və Teala'ya ümid bəsləyir, Allahın rəhmətinə, bağışlamalına, məğfirətinə ümid bəsləyir və salih əməllərini çoxaldır. Möminin halı bu olmalıdır. Qorxmalıdır, günahları tərk etməlidir, ümid bəsləməlidir, itaətləri çoxaltmalıdır. Möminin halı həm Ramazanda, həm qeyri-Ramazanda bu olmalıdır. Necə ki, əvvəldə gördük, Şeyx Salih Əl-Fovzan deyir ki, sələflərdən bəziləri deyərdilər ki, elə qövmlər gördük ki, onlara Ramazanın gəlməsi onlardan heç bir şey artırmazdı. Ramazanın onlardan çıxıb getməsi onlardan heç bir şey əks etməzdi. Çünki onların bütün həyatı, aldıqları hər bir nəfəs Rəblərinə itaət və ibadət üzərində idi. Və diqqət etsək, peyğəmbərlərin halına Allah Subhanahu Teala öz peyğəmbərləri, özünə ən yaxın olanlar haqqında xəbər verir bizə. Və Allah Subhanahu Teala buyurur ki, İnnəhum kənu yusari'un fil xayrat. Onlar xeyir işlərdə tələsərdilər. Diqqət edin. Onlar xeyir işlərdə tələsərdilər. Və yəd'unənə rəğəbən və rəhəbə. Və onlar bizə qorxu və ümid içərisində yalvarıb yaxararlar. Bizə ibadət eləyərlər. Necə? Rəğəbə və rəhəbə. Qorxu və ümid içərisində. Ona görə də mömində həm qorxu olmalıdır, həm ümid olmalıdır. Qorxu günahlardan çəkindirir, ümid Allaha tərəf aparır səni. İbadətlərə sövq edir səni. Və kənu lənə xaşi'in. Və sonra Allah Subhanahu ayənin sonunda deyir ki, və o peyğəmbərlər Allahdan qorxan kimsələrdir. Allahdan qorxan kimsələrdir. Sonra isə Şeyx Salih Əl-Fovzan burada bir ayəyə toxunur. Diqqətlə qulaq asın qardaşlar. Burada Ayşə radiyallahu anhadan bir qissə gələcək. Deyir ki, ayəni oxuyur. وَالَّذ۪ينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَتْ وَقُلُوبُهُمْ وَجِلَتْ. O kəslər ki, Allahın onlara əmirlərini yerinə yetirir
Hansı halda? Və qulubuhum vacilət. Qəlbləri qorxu içərisində. Və bilirlər ki, onlar Rəblərinə dönəcəklər. Onlar bilirlər ki, Rəblərinə dönəcəklər. Bunun üçün də qorxu içərisində nədir? Rəblərinin əmrlərini yerinə yetirirlər. Diqqət eləyin. Sonra isə başqa növbəti ayədə, dərhal növbəti ayədə Allah Subhanahu buyurur ki, "Ulaikə o kəslər haqqında, o kəslər ki, Rəblərinə qayıdacaqlarından qorxur və qəlbləri qorxu içərisində Rəblərinə ibadət edirlər." Allah Subhanahu onlar haqqında buyurur ki, "Ulaikə yusari'un fil xeyrat və hum laha sabiqun." Onlar xeyirlərdə tələsən və xeyirdə ən öndə gedən kəslərdir. Ayşə radiyallahu anhaya bu ayələr təəccüblü gəlir. Allah Rasulundan bu ayələri eşitdikdə təəccüblü gəlir bu ayələr ona. Ki, onlar nə üçün Rəblərinə ibadət üzərində olduqları halda qəlbləri qorxudadır. Və sual verir. Və qalət Aişə radiyallahu anhə ummul müminin. Ayşə radiyallahu anhə möminlərin anası deyir. Ayşə radiyallahu anhənin sözünə gəlməmişdən Ayşə radiyallahu anhə ummul müminin möminlərin anası haqqında qısa bir məlumat. Allah subhanahu teala Quran-ı Kərimdə möminlərin Allah Rasulunun zövcələrinin möminlərin anası olduğundan xəbər verir. Və öz həddini, hüdudunu və Ayşə radiyallahu anhənin məqamını bilməyən bir kəs deyir ki, Ayşə mənim anam deyil. Mən onu qəbul eləmirəm. Gəlib deyirlər ki, ey Ayşə, biri var, deyir ki, Ayşə mənim anam deyil. Deyir ki, sadaqa. Ayşə radiyallahu anhənin cavabına fikir verin. Sadaqa. Deyir, düz deyir o. Ənə ummul müminin. Mən deyir, möminlərin anasıyam. Lestu ummil münafiqin. Münafiqlərin anası deyiləm mən. Fikir verin. Adam deyir ki, o mənim anam deyil. Allah Subhanahu deyir ki, Peyğəmbərin zövcələri möminlərin anasıdır. Ayəni inkar edir, deyir, xeyr deyil. Ayşə radiyallahu anh ayəyə əsasən deyir ki, ayədə buyuruldu ki, möminlərin anasıdır. Düz deyir, mən möminlərin anasıyam, münafiqlərin yox. Və Ayşə radiyallahu anhən fəzilətindən danışsaq, buna saatlar kifayət eləməz. Və Ayşə radiyallahu anhə sual verir. Diqqət edin. Qalət Ayşə radiyallahu anhə əhumullezine yesrukun. Ey Allahın Resulü, onlar oğurluq edən kimsələrdir. Və yaznun və zina edən kimsələrdir. Və yeşrabunel xamr və içki mi içirlər onlar? Fikir verin, günahları sayır. Onlar Allahın əmrlərini yerinə yetirirlər, amma qəlbləri qorxudadır. Məgər onlar ibadətlə yanaşı, yəni oğurluq mu eləyirlər? Zina mı eləyirlər? Sərxoş edici içkilər mi içirlər? Fikir verin. Qardaşlar, burada bir dənə gözəl bir ibrət var. Allah Rasulunun cavabından əvvəl Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləmin öz həyat yoldaşına xitabına fikir verin. Deyir ki, fikir verin qardaşlar, ədəb, əxlaq, həyat yoldaşı ilə davranış, müamilə qaydaları. İbrətdir bu bizim üçün. Buyurur ki, Ən-Nəbi sallallahu aleyhi və səlləm, La ya bintə siddiq. La ya bintə siddiq. Xeyr, ey sadiq olan, sözündə doğru olan kişinin qızı. Fikir verin. Öz zövcəsinə, atasını necə tərif edir? Xeyr. Ya bintə siddiq. Ey sadiq olan, doğru sözlü, doğru danışan kişinin qızı. Ona görə də insan evində, nəinki evində, bütün cəmiyyətdə insan davranışlarına fikir verməlidir. Xüsusən də evində. Xüsusən də evində insan diqqətli olmalıdır. Fikir verin, öz zövcəsinin qəlbini yumuşatmaq üçün, onun qəlbini xoş etmək üçün atasına necə təriflər deyir. Ey doğru sözlü kişinin qızı. Sonra buyurur ki, cavab verir, fikir verin qardaşlar. Deyir ki, وَلَكِنَّهُمُ الَّذ۪ينَ يَسُومُونَ وَيُسَلُّونَ وَيَتَصَدَّقُونَ Xeyr, onlar oğurluq eləyən, zina eləyən, içki içən kimsələr deyirlər. Onlar oruç tutan, Ramazandan çıxmışıq, oruç tutmuşuq. Onlar oruç tutan, onlar namaz qılan və mallarından Allah yolunda xərcləyən kimsələrdir. Buna baxmayaraq, qəlbləri qorxu içərisindədir. Bu qədər ibadətlə yanaşı onların qəlbləri qorxu içərisindədir. وَهُمْ يَخَافُونَ أَلَّا يُقْبَلَ مِنْهُمْ Və onlar qorxurlar ki, Allah bu əməlləri onlardan qəbul eləməsinlər. Bəzi insan bir salih əməl eləyəndə rahatlaşır. Elə bilir ki, dünyanın ən salih insanıdır.
Lakin insan Allah Subhanahu taala möminləri vəsf edəndə fikir verin. Ayşə radiyallahu anh'ın sualında Allah Rəsulunun cavabına fikir verin. Onlar namaz qılan, oruç tutan, zəkat verən, sədəqə verən kimsələrdir. Lakin buna baxmayaraq qorxurlar ki, Allah əməllərini qəbul eləməz, zay eləyir. Ona görə də möminin halı bu olmalıdır. Mömin narahat olmalıdır ki, onun etdiyi ibadətlər ondan qəbuldur, yoxsa yox. Və sonra şeyx deyir ki, biz bu qədər naqisliklərimizə, naqis olan əməllərimizə baxmayaraq çox əminik. Lakin onlar, salih sələflər, əməllərinin çoxluğuna baxmayaraq narahat idilər. Biz isə əməlimizin azlığına baxmayaraq rahatıq. Və qardaşlar, son bir məsələyə də toxunmaq istəyirəm. Onunla inşallah kifayətlənək. Bayramdır, yorğunsuluq ola bilər qardaşlarda. Çox yormayaq. Baxın, şeyx deyir ki, ey qardaşlarım deyir, bilin ki, min aləməti qabulil həsənə, əl-həsənətu bə'dəhə. Salih əməllərin qəbul olmasının əlaməti əl-həsənətu bə'dəhə. O, salih əməldən sonra salih əməl işləməkdir. Ramazanda tutduğun orucları Ramazandan qeyri vaxtlarda davam etməyin, Ramazanda etdiyin gecə namazlarını Ramazandan qeyri vaxtlarda etməyin, Quran qiraətini orada da qeyri vaxtlarda da etməyin və dilivin daim Rəbbivi zikr etməklə yaş qalması, yalanlardan uzaq durmağın, söz gəzdirməkdən uzaq durmağın, nəmmamlıq etməməyin, xainlik etməməyin və bunların hamısı nədir? Bu şeyləri, bu salih əməllər Ramazandan sonra davam etməyin əlamətdir. Sevin. Əgər Ramazandan sonra da o salih əməllər davam edirsənsə, sevin. Müjdədir sənin üçün. Müjdədir ki, sənin Ramazandakı ibadətlərin də səndən qəbul olunub. Və şeyx deyir ki, yox, əgər bunun əksi halında görsən özünü, Ramazan bitdi, gecə ibadətləri bitdi. Ramazan bitdi, oruc bitdi. Ramazan bitdi, Quran tilavəti bitdi. Zəkat, sədəqə bitdi. Yalana başlanıldı, nəmmamlığa başlanıldı və s. Bil ki, Ramazanda etdiyin ibadət səndən qəbul deyil. Bu onun əlamətidir. Necə ki, İmam İbn Həcər, İmam İbn Rəcəb, rahiməhullah, icma gətirir, deyir, əhlüsünün arasında icma deyir, bunda heç bir xilaf yoxdur, deyir. İxtilaf yoxdur bu məsələdə, başqa fikir söyləyən olmayıb. Ki, Ramazandan etdiyin ibadətlərin qəbul olması üçün nəyə baxmalısan Ramazandan sonraki halıba? Əgər yenə də xeyir üzərindəsənsə, səndən qəbuldur. Əgər xeyirləri tərk edib şərlərə yönəlmisənsə, Ramazanda etdiyin ibadətlər səndən qəbul deyil. Əhlüsünnə deyir, bu fikrin üzərində icma eləyib. Və sonra, qardaşlar, şeyx deyir ki, əgər səndən bir xəta baş versə, bir ki, yəni Ramazandan sonra halın dəyişsə, şərlərə qayıtsan, xətalar etməyə başlasan, bil ki, deyir, ənnəkə mərdud. Sənin deyir, Ramazan ibadətlərini səndən rədd olunub. Subhanallah, fikir verin. Sonra isə şeyx gözəl bir məsələyə toxunur, deyir ki, وَلَكِنْ لَا تَقْنَتْ مِنْ رَحْمَةِ اللّٰهِ. Lakin, əgər Ramazandan sonra halının pisləşdiyini gördünsə, ibadətlərdən uzaqlaşdığını, asiliklərə yaxınlaşdığını gördünsə, o zaman deyir, Allahın rəhmətindən ümidini üzmə. Yəni, Allahın rəhmətinin ümidini üzmə. Yəni, asiliklərə davam elə. Yəni, ibadətlərdən yenə də uzaqda yaşa. Yox. Elə başa düşülmür Allahın rəhmətindən ümidini üzmə deyəndə. Günahlar elə Allah bağışlayandır. Belə yox. Baxın, şeyx deyir, çıxış yolunu göstərir, deyir ki, وَتُبْ إِلَى اللّٰهِ. Allaha tövbə ilə. Günahların üzərində davam edib Allah bağışlayandır demə. Tövbə ilə, sonra da Allah subhanahu və teala'ya ümid et ki, Allah subhanahu sənin günahlarını bağışlayacaq. Çünki şeyx deyir ki, yaqbəlul təvbətə an ibadihi. Çünki Allah subhanahu taala öz qullarından tövbələri qəbul edəndir və Allah subhanahu taala bağışlayandır. Və sonra şeyx bir dənə hədis gətirir burada Muhammed sallallahu aleyhi və səlləmdən və bununla da inşallah kifayətlənəcəyik. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, İttəqilləhə haysu mə kunt. Harada olursansa ol, Allahdan qorx. Yəni, salih əməlləri et, Allahın əmrlərini yerinə yetir, qadağanlarından çəkin. Harada olursan Allahdan qorx. Sonra isə Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, və ətbi'is seyyiətəl həsənə bə'dəhə. Daha doğrusu, həsənətə təmhuhə. Pis əməldən sonra salih bir əməl et ki, o salih əməl, o pis əməli
yusun və səndən təmizləsin. Allah subhanahu wa ta'alədən istəyirəm ki, Allah subhanahu wa ta'alə Ramazanda olduğu kimi salih əməllərimizi davam etdirməyi bizə Ramazandan sonra da müvəffəq eləsin. Allah subhanahu wa ta'alə bu aydan bağışlanaraq çıxan qullarından eləsin bizi. Və Allah subhanahu wa ta'alə bundan sonraki Ramazanlara da bizi yetişdirsin. İman üzərində, təqva üzərində, xeyir əməllər üzərində bizi növbəti Ramazanlara yetişdirsin. Və Allah subhanahu ta'ala bütün Ramazanda etdiyimiz salih əməlləri bizdən qəbul etsin. Və Allah subhanahu ta'ala o qardaşlarımız, o bacılarımız ki, ümrə etmək istəyirlər, həcc etmək istəyirlər və bugün burada ümrəyə gələn qardaşlarımız da var. O qardaşlarımız, bacılarımız ki, gəlmək istəyirlər, maddi əziyyət çəkirlər, səhhətlərində problem var. Allah onlara kamil, acil şəfalar versin. Allah onlara xeyirli, gözəl ruzi nəsib eləsin. Hətta onlar da bu xeyir əməli həyata keçirə bilsinlər. Allah subhanahu wa ta'ala həm bu ölkəni, həm də bizim ölkəmizi qorusun, əmin-amanlıq diyarı etsin və bu qədər. Allah subhanahu wa ta'ala bizi xeyirdən ayırmasın. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və ətubu ileyk. Jazakumullahu xeyr.